Deməli, bugünkü olimpiyadada 18-ci sualın izahına baxırıq. Yəni maraqlı bir həndəsə sualdır. Düzbucaqlı üçbucağın düzbucaq təpəsindən bir xətt çəkilib, bir katet 8, bir katet 6 verilib. Bu bucağın bu bucaqdan 2 dəfə böyük olduğu yazılır. Bura 2, bura alfa yazanda bura qalır 2 alfa. Tələb olunan bu parçanın uzunluğudur. Yəni bu CD parçasının uzunluğudur və bu parçanın uzunluğunu axtarırıq. Bilirik ki, Pifaqordan hipotenuz 10'dur. Sonra deməli, bu 2 alfa ilə bu bucağın cəmi 90 dərəcə olmalıdır. Mən bura beta yazsam, 2 alfa üstə beta bərabərdir 90 dərəcə qalar. İndi 2 alfa üstə beta 90 təşkil eləyir. Bu bucaq bütövlükdə 90'dır. Bura alfa qalanda, onda burada alfa üstə beta qalmalıdır. Çünki 90 üçün 2 alfa üstə beta lazımdır. Bir, deməli, alfamız var deyə burada olmalıdır alfa üstə beta. İndi bu alfa üstə betanı deməli nə edirik? Alfa və beta olan hissələrə ayırıram. Yəni burada alfa, burada beta yaradıram. Gördüyünüz kimi burada bərabər yanlı üçbucaq var. Yəni bərabər yanlı üçbucaq var. Bu da düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilən medianın xassəsidir. Bu 3 dənə bir-birinə bərabər olurdu. Yəni bu gəlib buna bərabərdirsə, deməli bu artıq mediandır. Yəni çünki bura 2 alfa, bura 2 alfa, həm də bura bərabərdir. O zaman bura 5, bura 5, burada bütövlükdə qalır 5. İndi burada həm bir bərabər yanlı üçbucaq var, həm də bir tən bölən çəkilib. Əgər mən bu hiss median olduğundan bura 5 qalmışdı. Mən bura x desəm, bu hissəyə nə qədər qalacaq? 5 çıx x. Və bu alfa kimi böldüyünə görə, bu gördüyünüz ştrixlədiyim üçbucaqda tən bölən var. Tən bölənin xassəsini tətbiq eləyək. 5 çıx x-in x-ə nisbəti, 5 çıx x-in x-ə nisbəti, 8-in 5-ə nisbəti. Çarpaz vuraq. 25, 5 çıx x bərabərdir 8x, 13x bərabərdir 25. Beləliklə biz x-i tapmış olduq. 25 böl 13. Lakin bizdən bu bütöv uzunluğu istədiyinə görə o tapdığımız x-in üzərinə 5 deyəlməliyik. 25 böl 13 üstəyəl 5, 65, 25, 90 bölünsün 13. Cavab 90 böl 13.